Bu videoda bir günlərim gəlmişik Voyvoya. Lap əvvəldə də yaxşı oldu ki, bu ferini gördük. Burada da Voyvoy Wharf vardı ki, buradan bir dənə feri vardı ki, bu musafirlər götürər, gedər Saratoga Etalanga. Ondan o hələ də eləmək olar ki, adam gedə Sidneyə də yol var ki, feri ilə gedə. Amma Mırtından ötə gedərlər də, çox bir qolu iqtisadi ya səri yol dəyər. Necə dax biz zərrəb yol, mən bu Voyvoyu görsədim biləcəm. Lap əvvəlin bu parkdan başlayaq ki, bir dənə elə bir qolu yadgar nə deyərik. Ənzəkə görədi, Memorial Parkıdır. İşte burada o duvarda da balaca çarşılar var. Eğer görsəz, onların üstündə o adamlar ki, bu cənglərdə Avstraliya vardı filan ildə məsələn addan yazıblar. Yad budur da onlara görə. Burada addan yazıblar. Bir daha da ki, bu yadvarı düzəldiblər. Burada şimdi gəlirəm bura. Bura Fisherman'dır, bu restoranadır. Fisherman Wharf-udur ki, burada gələrlər bu pelikanlara gündə qəza verərlər. Gedək filmin götürüm bizə. Bizə gələm yaxınlaşın. Şu fikrimdə çoxlu turist vardı. Bu pelikanlara qəza verməyi da gördük. Gedək əvvəl bu Wharfdan da bir film götürüm, sonra gedək şəhrin içində görsədim bizə. Videonun əvvəlində qayıqçı görsətdim. Hala islahan feriyirik burada. Bura onun iskahıdır ki, saatdan orada yazıblar. Gəlir, saxlayır, musafirlərin yığır, götürür. Saratoga Etalanga gedir. Bu da şey, bu var Wharf'un. Bu qismətidir, bu səmtidir. Orada pelikanlar uzaqdan görsəz. Qəzalan yiyiblər, qeydirlər suya. Çox gözəl səhnəsi vardı. Burada belə Mırtından ötür götürürəm. Bir dənə səndəldir ki, bu solar günündən şarj olur, eləmək olar ki, bu uşu deyil. Nə mən istədim, burada USB ilə şarj edəyəsin. Necə edirik Voyvoyun için görsədən biləcək. Mən özüm bu Voyvoyu söyləyəm, niyə? Bu qədimi saxtımanlarına görə. Məsələn, bu saxtımanın adı Voyvoy Hoteldir. Ki, bizə bu Voyvoyun saxtımanlar sitisi o qədimdən qalıb. Baxırdım tarixçəsində 1800-də bu əvvəlin adamlar gəliblər Voyvoya. Ki, ta o zaman, məsələn, gəlmişlər təxtəsinə görə, təxtə, balıq tutmaq. Bir də oyster. Oyster həm onu sədəf olur. Sədəflər şiyərlər ona deyərlər. Ona görə gəlmişdilər və ta o zaman şey, yol, rahan gəldi, yol çoxaldı burada. Orada xiyabandan rədd oldum, kəstim sözümü. Bu Voyvoy ta 1890-da zətdə şey, rahan gəlib yol, yavaş-yavaş çox adamlar gəlirlər bura. Trenlə fikirəm Sidneyin əvvəl Suburbuna Hornsby'yə təqribən 35 dəqiqə yoldur qatarla. Voyvoy'un adı da bu Darkington People, buranın aboriginal adamlar var idi, ondan götürülübdür. Ki, mənisi olur, ləfsi mənisi olur Much water. Yəni ki, o yerişi çox su var.
که make sense deyilir də, hər yeri sudur təqribən, elə hər tərəfin su tutubdur. Bu qismətdə peninsula deyirlər. O tərcüməsi yadımdan çıxdı nə olur, bəli o yer təqribən hər tərəfi sudur, üç tərəfi sudur. Məsələn, qədimi furuşqahlarda vardı da, təqribən bunlar da indi yığışılıbdır. Və baxın, elə məsələn, kitabı qoyub burada eşiyə ya məcəlləni, qiymətini qoyubdur. Hər kəs istəsə edə bilər, götürsün, yox, pulun qoysun, ora geçsin. Məsələn, kitablara baxıram, $1, $2, ya kullan təqribən $1. Qoyub bura, hər kəs istədi, götürsün, yox, pulun versin, salsın, orada qab var, orana və geçsin. Sağlıqdır bu yerlər, vəli də fikirəm də ömrlərinin axiridir. Məryəm nə kitab söyər, nə əlaqə tapıb burada kitablara baxır. Məryəm nəmniyə baxırsan? Bir də var, məsələn, bu Britanya görədir, Discovery Britain. Nəmniyə görədir? Fikirəm oranın təbiətinə görədir. Məsələn, coğrafi kitabdır. Sağlıqdır. Buranın o qədimi dükkanlar ki vardı burada. Əlbəttə bu məsələn tattoo shop, elə də qədimidir. Və bu məntəqə təqribən qədimidir. Yine özünə görələr şuluq məntəqədir. Çün train station vardı. Ona xatir bütün məntəqələr şuluq olurlar. Bizlər də bu Voyvoyda qədəm vuram, xiyabanı göstərirəm biləzə. Günlərim yekşənbədir, novembrın 9-udur. Təqribən saat 3 mizanıdır. Ona xatir də dükkanların çoxu bağlıdır. Burada görsədək, burada Voyvoyun Public Library-sidir. İndi bəli, tətildir. Dünən biz gəlmişdik, Saturday açıq idi. Da library məhəbbət əsr, görürəm bir balaca kitabxanadır. İndi Voyvoyun elə mən içində dolanıram, səy edirəm o məhəbbətələr ki, cəlib nəzərimə gəl, götürəm biləcə. Baxdım, çox xas söz yoxdur, elə tarixçəsinə deyəm biləcə. Çün elə hamısını əvvəldə dedim. Bəli, indi səy edirəm ki, elə yenə görsədəm biləcə. Məsələn, burada siqar furuşqahıdır. Burada da siqar çox bahadır da. Ya bəstəsi ki, həddə əgər də səfi siqar $30 olur. O məmuli siqarlar da $50 olur. Ona xatir, vəli siqar çəkən də vardı. Vəli benisbət çox azdır. O elektroniki siqarlar da vape deyərik. Onlar da bildirdən çox çəkən vardı. Bildirdən dövlət məmnu elədi, fəqət davaxanalarda satılır nusxanı, o hatır işlədərdə çox azaldı. Burada da bunqahdır burada, müşavir əmlakdır ki, burada o evlər ki satırlar, hala həm internet, bəzi damlar ki istirahat olsun, burada vururlar şüşələrə müşəxəsatın. Bu daha da körpüşü görürsünüz orada, bir daha da bura gedirik. Buranın stationına, Qatar İsfahana. Ben girirəm ona səmt. Oradan sonra da və qolu məmuli dükkanlardır. Xas bir yer yoxdur ki, görsədəm biləcəm. Hala bu da götürək da. Burada da bir nəfər ki, dünyasını dəyişir. Xəzinəsi həm çoxdur. Bir də ki, bu cür o görsətdim belə Simplicity Funeral. O cür şirkətlər var ki, o mərasimi, o təziyyədir, nəmənədir, onlar bərqüzar edirlər. Yine hala səy edirəm ki, bizlərə şəhərdə qədəm vuram burada. Özüm elə günü seçmişəm, elə saatı seçdim ki, xəlvət olsun, ki, rahat görsədəm biləcəm. Məmulən elə burada xəlvət olur. Bu
kağıda götürüm. Bu da öz istilahımız tanakoradır. Məmulən hala bir cür dükanlarda millət o libasların ehtiyac bir cür dükanlara bunlar da yuyurlar, hala çox az qiymətə satırlar. Hələ öz tanakoramız hesab olunur. Bizdə tanakoradır şey zəncirəyə olubdu. Belə. Hələ bu burada bu kərdilər düzəldibdi. Gözəl görsənir. Bu nə mənadır? Bir də orada qədimi qapı var, bilməsin. Gedək o da görsət. Bu da cəlib bir dənə qədimi qapıdır şey. Məryəm dedi. Həttəmən bu aldan çalan ağa imiş, bunu çalan. Opsi çalan da xanım imiş. Və gedək indi opsi səmtə. Burada bir dənə yoldur şey. Ta gedir, bilməm nə hara axırı yetişir. Ki həm piyadə rəvidir, həm də şey doçarxa sürməkdir. Mən indi gedəcəm bir həddinəcən yetişəm. Ne qabağımda bir cəlib ağa vardı. Ki 2 dənə tutu var əlində, belində, boynunda yerir. Deyim hələ o da götürüm də. Öyle görsənliyə yox. Ha bu yol gedir, şey hala gözəl də mənzərəsi var. İndi gəlirəm bizə suya yaxın içəridə görsən. Bu park çox böyükdür. Bilməm nə haracan gedir. Təqribən 5-6 dəqiqədə gəlirəm və belə idaması var. Gözəl ağaçlar var. Ağac özü çox gözəldir. Özü çox da yekə olurlar ki, bilməm də neçə ömrləri var, bəli, lap o qədimi ağaçlara oxşurlar. Mən yəni suyun kənarına balıq tutmağa da yaxşı məndə gəldi. Suda çox durur. Suda görsənlər. Çox da duru su var. Şansımız olsa bir balıq da görsək. Bəli görürsüz suda ya yox. Jellyfish vardı. Uçul üzüllər gedirlər. Ki dəysə bir nəfərin əl qoluna bətər səmmi olurlar. Belə də buradan bu da bizim Voy videomuzdan. İndi Məryəmlə baxım gedirik. Məryəm maşın sürür. Hala balaca bir məntəqədə sayladım, görsədən biləcə. Hala bir daha da o səmtə bir daha da park vardı. Qəşəng piyadə rəvi məsiridir ki, suyun kənarında 5-10 kilometr adam piyadə gedə bilər. İstədik gedək ora, orada da bir dənə market var idi. Çox şuluqdur. 3 seri fırlandıq ki, maşını park eləyək. Yer yox idi. Lap o elə bir pis vaxt idi. Hala məmuli market idi. Şayad oradan da bir xas film götürənməyəcəkdim. Qəzadan, sənaye dəstidən öcür şeylər satırlar. Hala bu da Voy idi da. İnşallah şey söyəsiz. Məryəm xas sözün yoxdur. Yox, merci. Xudahafiz. Xudahafiz.